Heç olubmu ki, qaranlıqda bir kölgə görəndə ürəyiniz sürətlə döyünsün və ya qəfil bir səsdən diksinəsiniz? Hələ nə baş verdiyini dərk etmədən bədəniniz artıq reaksiyasını veribdir. Bəs sizcə bu ultra sürətli müdafiə sistemini kim idarə edir? Tanış olun, beyninizin kiçik amma ən cəsur mərkəzi amigdala. Badam formalı bu kiçik toxuma beynimizin müdafiə mexanizmidir. Amigdala bizim daxili gözətçimizdir. O, ətrafdakı stimulları təhlükəli edir, yoxsa təhlükəsiz deyə saniyənin mində bir qədər sürətlə analiz edir. Əgər bir risk hiss eləsə, analitik beynimizi, yəni prefrontal korteksi bir anlıq bypass eləyir və bütün bədənə qaç və ya döyüş əmrini verir. Bu, həyatda qalmağımız üçün proqramlaşdırılmış ilahi bir alqoritmdir. Bəs amigdalanın yaddaşla nə əlaqəsi var? Əslində hər şey. Amigdala duyğuların emal mərkəzidir. Bir hadisədə güclü bir qorxu, həyəcan və ya sevinc varsa, amigdala dərhal yaddaşın printeri olan hipokampusa siqnal göndərir. Bunu elə kodla ki, heç vaxt silinməsin. Məhz buna görə biz 3-5 gün əvvəlki adi bir günü unuduruq, amma illər əvvəl yaşadığımız o qorxulu qəzanı və ya həyəcanlı ilk uğurumuzu saniyə-saniyə xatırlayırıq. Amigdala bizi həm qoruyur, həm də həyatımızın ən kritik anlarını yaddaşımıza möhürlüyor. Lakin unutmayın, xroniki stres amigdalanı daim həyəcan vəziyyətində saxlayır və bu sağlam mühakimə yürütməyimizə mane olur. Bu daxili gözətçini idarə etməyi öyrənmə əslində öz həyatımıza sahib çıxmalıdır. Bəs sizin amigdalanız ən çox nəyə qarşı həyəcan siqnalı verir? Hansı xatirəniz dünən baş vermiş kimi təzədir? Təcrübələrinizi şərhlərdə bölüşün və bizi izləməyə davam edin.